Mən birincisi qeyd etmək istəyirəm ki, mən fəxr edirəm ki, mən belə bir insandan xidmət etmişəm. Bəli, mən Polad Həşimovu 98-ci ildə mən ali hərbi məktəbə qəbul olanda mən o zamandan başladım tanımağa, eşitdim, tanımağa başladım. 2004-cü ildən artıq bizim bir yoldaşlıq, dostluq münasibətlərimiz yarandı 2004-cü ildən. Belə xidməti münasibətlərimiz başladı 2017-ci ildən. Mən Dağ Təlim Mərkəzindən sonra 2017-ci ilin avqust ayında təyin oldum 3-cü korpusa kəşfiyyat rəisinin baş köməkçisi. O zaman Polad Həşimov Qərəgər rəisi vəzifəsində idi. Bizim yəni xidməti münasibətlərimiz o vaxtı başladı. Polad Həşimov çox gözəl insan idi. Savadlı idi, hər şeyi yerin bilən idi. Öyrətməyə çalışırdı. Və onun əsas xüsusiyyəti bu idi ki, zabitləri öyrətsin, əsgərləri öyrətsin. Yəni özünün ən müsbət cəhəti bu idi ki, yəni biz ümumiyyətlə postlara yoxlamağa gedəndə şəxsi heyətin birinci məişət şəraiti ilə maraqlanırdı ki, şəxsi heyətin məişət şəraiti yaxşıdırsa, orada xidmət eləyə biləcək.